Allah buyurur: and olsun izzətimə, cəlalıma, and olsun əzəmətimə, dəyərimə, mənim bəndəm. Bir işdə, bir məsələdə cəmi, mənim istəyimi öz istəyindən üstün tutsa, cəmi bircə işdə, bircə məsələdə. Ürəyi çox istəyir, ürəyi çox istəyir. Mən deyirəm eləmə, bircə məsələdə. Deyib bu yerdə ürəyi istədiyinə yox desə, amma ürəyi istəyir. Ola bilər bəzi günahlar var, mənim ürəyim istəmir onu eləmək. Ya bəzi işlər var, ürəyim istəmir. Biz o saat onları hesablayıb yazırıq özümüz üçün ki, biz filan əməllər eləmirik. Allah başqa cür hesablayır. Deyib bircə dənə işdə ürəyi bərk istəyir eləmək, mən deyirəm eləmə. Bir işdə mənim dediyimi götürür, öz istəyinin əksinə gedir. Allah buyurur ki, and içir. İzzət və cəlalıma and olsun. Bunlara dedim and olsun. Onu aləmdən ehtiyacsız edərəm. O qəni olar. Yəni dünya ayağının altında qalar. Ehtiyacsız olar. Deyir, kim bir işdə tərk eləsə, mən istəyəni eləsə, öz istəyini tərk eləsə, onu ehtiyacsız eləyərəm. Yer, göy onun ruzusunun zamini olar. Yəni hər şey onun xidmətində olar, sözün qısası. Hər şey onun xidmətində olar. Mən ona arxa dayaq olaraq, hardasa da səhvi olsa, xətası olsa özüm düzəldərəm. Yəni bir cümlə ilə də Allah deyib bir yerdə mən deyim eləmə. Sən də bərk istəyəsən, amma eləməyəsən, sırf buna görə ki Allah deyir olmaz. Allah buyurur ki, onda mən sənə arxa olaram, dayaq olaram, dünyanın ayağının altına tökərəm, hər şey səndən aşağıda qalar, axirət əhli olarsan, səhvlərin olar həyatda, nöqsanların olar, o səhvlərdən qoymaram, zərbə alasan, özüm islah eləyərəm. Sən səhv buraxarsan, mən düzəldərəm. Yəni, dünya sənin qulluğunda olar. Bu bir dənə, deməli biz bir dəfə də belə şey eləməmişik ki, bu nimətlər bizim əlimizə gəlib çatmayıb. Görünür ki, eləməmişik. Biz inersiya üzrə hərəkətdəyik, mübarizə meydanına girməmişik. Bizim bəzən yaxşı işlərimizdə ürəyimizin istədiyinə görə edirik, ürəyimizin istədiyinə görə. Bizim məscidə gəlməyimiz də hərdən, nə bilim mən, oruç tutmağımız da, namaz qılmağımız da, ziyarətə getməyimiz də elə ancaq ürəyimiz istədiyi şeylərdir, ürəyimiz istədiyinə görədir. Biz ürəyimiz istəyən adamlarla otururuq, biz ürəyimiz istəyənləri yeyirik, biz ürəyimiz istəyən, hər şey istəyirik ki, bizim ürəyimiz istəyən kimi olsun. Amma bu ürəyimiz istəyənlə mübarizə bütün həyatın fəlsəfəsidir. Bütün fəzilətlər elə bil bunun arxasında gizlənib.